12 dekabr 2025-ci il Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anım gününün 22-ci il dönümü ilə bağlı ölkənin bütün bölgələrində olduğu kimi Bərdə rayonunda da silsilə tədbirlər keçirilib. Bu münasibətlə Bərdə rayon məhkəməsinin sədri Gündüz Abbasov, məhkəmənin hakimləri və kollektiv üzvləri ilə birlikdə Bərdə Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra şəhid məzarları ziyarət olunub və onların ruhuna dualar oxunub. Kollektiv tərəfindən Şəhidlər Xiyabanında uyuyan igid vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycan bayrağı önündə ehtiramla baş əyilib. Gündüz Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki rolundan danışıb. Ziyarət zamanı çıxış edən Bərdə rayon məhkəməsinin sədri Gündüz Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq simalarından biri olaraq dövlətçiliyin bərpası, inkişafı və müasir hüquq sisteminin formalaşmasında misilsiz xidmətlər göstərmişdir. O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın siyasi, iqtisadi və hüquqi dayaqlarını möhkəm fundament üzərində qurmuşdur. Ölkədə sabitliyin təmin olunması, hüquq mühafizə və məhkəmə sisteminin modernləşdirilməsi onun strateji siyasətinin nəticəsidir. Bugün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi xətt ardıcıllığı və uğurları davam etdirilir. Gündüz Abbasov bildirib ki, ölkənin hüquq sisteminin inkişafı, məhkəmə sahəsində şəffaflıq, ədalətin təmin olunması və vətəndaşların hüquqlarının qorunması Ulu Öndərin dövlət idarəçiliyi ideyalarının əsas hissəsidir. Bərdə rayon məhkəməsi də bu prinsiplərə uyğun fəaliyyətini davam etdirir. Şəhidlərin ailələrinə göstərilən qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir. Məhkəmə sədri həmçinin vurğulayıb ki, Azərbaycan dövlətinin gücü, müasir müstəqil dövlət kimi mövcudluğu şəhid və qəhrəmanlarımızın canı və qanı bahasına əldə olunub. Bu səbəbdən də şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O bildirib ki, hər bir dövlət qurumu kimi Bərdə rayon məhkəməsi də şəhid ailələrinə diqqəti özünün mənəvi borcu hesab edir. Əbədiyyətə qovuşmuş qəhrəmanlara ehtiram göstərilmiş, ziyarətin sonunda məhkəmə kollektivi Şəhidlər Xiyabanında bir daha şəhid ruhlarına dualar oxuyub, onların göstərdiyi fədakarlığın gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Tədbir həm Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə, həm də vətən uğrunda canlarını fəda etmiş şəhidlərə hörmət və ehtiramın ifadəsi kimi böyük mənəvi dəyərlər üzərində qurulub. Bayaqda dedim, yenə deyirəm, Allah bizim dövlətimizi qorusun, cənab prezidentimizi qorusun, Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Gündüz mənim kimi vicdanlı adamlarına dansaqlı versin ki, bizim şəhidləri belə anır, həmişə bizim şəhidləri yad edir, bu şəhid ailələrini yada salır. Onun üçün biz buna təşəkkür edirik. Təşəkkür edirik ki, yəni bizim şəhidi anan adam elə bir bizim hamımız anır, bizim hamımızı anır. İndi hamının evinə getmək olmur, hamınla görüşmək də olmur. Amma xiyabana gəlirsə, o bizim hamımızla görüşmək deməkdir. Allah can sağlığı versin, ömür versin. Bizim cənab prezidentə də can sağlığı versin ki, belə bir nümayəndə ailib bizim rayonumuzda ki, Gündüz mənim kimi vicdanlı baş hakimi ailib ki, yəni bizim rayonumuzda belə bir insan var. Biz də buna arxalanırıq, hökumətimizə arxalanırıq. Allah bunlara can sağlığı versin. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin xatirəsini ən çox anan və cənab prezidentdir. Bəli, bəli. Və bütün məmurlardan da prezidentimiz tələb edir ki, şəhidlərin xatirəsini daim anmaq lazımdır və şəhid ailələrinin hörmətlə yaşamaq lazımdır. Bu bütün Azərbaycan Respublikası vətəndaşlarının borcudur, xüsusən də məmurların borcudur. Bizim borcumuz. Ən böyük şey, ən böyük qəhrəmanlığı bizim şəhidlərimiz yoxdur. Vətən torpağının azad edildi və torpağın azad olması uğrunda o şirin canlarını verirlər. Bizim elədiyimiz nədir ki, gəlb almaq biraz vaxtımız yoxdur. Bunu da eləməyəndən sonra da biz nəyə layiqiz? Çox sağ olun. Ən böyük işdir, ən böyük zəhməti sizin övladlarınız çəkir və siz çəkmişsiniz ki, əvvəla siz çəkmişsiniz ona görə ki, övladlar böyütmüşsünüz vətən üçün, vətənpərvər. Və övladlar da bu vətən torpağı üçün öz canlarını, öz şirin canlarını verib torpağa azad edir. 30 illik təsliyyətlər, 30 illik işğallar sizin övladlarınız üçün qoydular, cənab prezidentə rəhbər. Ona görə biz
daima nə qədər ki canımızda can var, biz borcluyuq ona. Bu bizim həm vəzifəmizdir, həm də borcumuz. Siz sağ olun. Var olasın. Allah övladlarınıza rəhmət eləsin. Sizə də can sağlığı versin. Çox sağ olun. Allah sizi var olasın.